Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Britaniya Xarici İşlər Nazirliyinin keçmiş baş çiçovul ovçusu Palmerson vəfat edib. Xəbər verilir ki, onun ölüm xəbəri X-dəki rəsmi hesabında verilib. Pişiyin hesabında görkəmli diplomat Palmerson fevralın 12-sində dinç şəkildə öldü bildirilib. Qeyd edək ki, pişik Battersea Dogs and Cats Home'dan övladlığa götürülüb və 2016-cı ildə Xarici İşlər Nazirliyinin baş çiçovul ovçusu olub. Whitehall'da 4 illik xidmətdən sonra pişik 2020-ci ildə təqaüdə çıxıb. Bundan sonra Xarici İşlər Nazirliyindəki daimi dövlət katibinin müavininə pişik adında məktub göndərilib. Koronavirus pandemiyası zamanı evdən işlədikdən sonra ictimaiyyətin diqqətindən kənarda daha çox vaxt keçirmək istədiyi izah edilib. 2025-ci ilin fevral ayında onun hesabında Palmersonun təqaüddən çıxdığı və Bermuda adlandırılan yeni qubernatorun pişik münasibətləri üzrə məsləhətçi kimi işləməyə başladığı bildirilir. Palmersonun X-də 105 min izləyicisi var idi.